Müsbət həddi tənasübün kənar hədləri 8 və 18-dir. Bu tənasübün orta hədləri bir-birinə bərabər olarsa, orta hədlərin cəmini tapın. 8 bölü x bərabərdir. X bölü 18 yaza bilərik. Tənasübün orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Yerinə yazsaq, x kvadratı bərabərdir 144 alırıq. Nəyin kvadratı 144-dür? 12 və mənfi 12. Burada şərtdə deyir ki, müsbət həddir. Yəni orta həddi də 12 olmalıdır. Hər ikisi 12-dir. 2 dənə 12 var və bunların cəmini soruşur. 12 üstəgən 12 bərabərdir 24 alınır. Cavab B bəndi 24. Alfa və beta uyğun tərəfləri paralel olan iti bucaqlardır. Alfa üstəgəl beta cəmi bu bucaqların paralel olmayan tərəflər arasındakı kor bucaqdan 2,5 dəfə kiçik olarsa alfa üstəgəl beta cəmini tapın. Əgər bunu iti bucaqlardırsa hər ikisi alfa beta bərabərdir. Əks halda biri iti, biri kör olsaydı cəmi 180 dərəcə yazardıq. 2 iti bucaqdır. Təxmini şəklini çəkirəm. Hər ikisinə alfa yazırıq betanın yerinə. Çünki bərabərdir bir-birinə. Bu da alfadır. Bu da alfa. Onda bu isə yaza bilərəm. 180 çıxılsın alfa. Paralel olmayan tərəflər arasındakı kör bucaq bu bucaqdır. Onda bunun qonşusu olacaq. Qonşusuna ehtiyac yoxdur burada. Çünki bu alfa üstəgəl beta cəmini deyir. Alfa üstəgəl beta cəmi 2 alfadır. 2 alfa bərabərdir 180 çıxılsın alfa bölünsün 2,5. Çarpaz vursaq 2 vur 2,5. 5 alfa bərabərdir 180 çıxılsın alfa. Alfanın sol tərəfə keçək. 6 alfa bərabərdir 180 dərəcə və alfa bərabər 30 dərəcə alınır. Deməli beta da 30 dərəcə bərabərdir və bunların cəmini soruşur. 30 dərəcə üstəgəl 30 dərəcə bərabər olur 60 dərəcəyə. Cavab B bəndi 60 dərəcə. 264 ədədinin neçə sadə böləni var? Bunu vuruqlara ayıraq. 264. Deməli, cüt ədəd 2-yə bölünür. 132 alınır. Bu da 2-yə bölünür. Çünki cütdür. 66. Yine 2-yə bölünür. 33. 3-ə bölünür. 11. 11 də 11-ə 1. Sadə bölən müxtəlif sadə vuruqlar deməkdir. Yəni, burada 2-dir. 3'dür və 11, 3 dənədir. Ümumiyyətlə, buna belə baxmaq olar ki, 264-ün bütün bölənlərin içərisində biz sadə olanları seçməliyik. Bunun bütün bölənləri 1-dir, 2-dir. Sayını tapmaq olar, hamısını yazmaq olar, amma ehtiyac yoxdur. Anlaşılan olsun deyə bir neçəsini yazıram. 3'dür, 4'dür, 6'dır, 8'dir, 11'dir və s. Ta ki, 264 özü də bölənidir. Amma bizə lazımdır sadə bölənlər. Sadə bölən biri 2'dir, burada 3'dür. Və buradakı 11'dir. Yəni, bu xəttin sağ tərəfindəki müxtəlif sadə vuruqlar və sadə bölənlər deməkdir. 3 dənə sadə böləni var. Cavab B bəndi 3. Mənfi 4,2 ədədinin tam və kəsr hissəsinin hasilini tapın. Demək, ədəd oxunda bunları göstərsə daha rahat tapa bilərik. Təxmin yazaq, bu olsun 0, bu mənfi 4'dür, solda mənfi 5. Bunların arasında təxmini burada mənfi 4,2 var. Bu ədədin tam hissəsi, ümumiyyətlə bütün ədədlərin tam hissəsi ədəddən kiçik olan ən böyük tam ədəd deməkdir. Yəni, tam hissə tığla işarələmişəm burada, ədədə əynən. Bu mənfi 4,2-dən kiçik ən böyük tam ədəd mənfi 5-dir. Bizim misalda tam hissə bərabərdir mənfi 5-ə. Kəsr hissəni tapmaq üçün isə biz ədəddən tam hissəni çıxır. Bu müsbət ədədlərdə çox rahatdır. Tutaq ki, 3,7 olsa, bunun tam hissəsi 3'dür, kəsr 0,7. Mənfilərdə isə biraz qarışıqlıq var. Deməli, mənfi 4,2 tam hissəsi mənfi 5'dir. Mənfi 4 deyil. Kəsr hissəni tapaq bərabərdir mənfi 4,2 çıxılsın mənfi 5. Yəni, mənfi 4,2 üstə gəl 5. O da bərabər olur 0,8-ə. Sanki biz mənfi 4,2-ni sanki yox, belə yazmalıyıq. Yəni, mənfi 5 üstə gəlsin 0,8 kimi yazırıq. Yəni, tam hissəsi mənfi 5, kəsr hissəsi 0,8 və bundan hasilini tapmalıyıq. Mənfi 5-i 0,8-ə vuranda alınır mənfi 4. Cavab E bəndi mənfi 4. A çıxılsın B birləşməsi çoxluğu aşağıdakılardan hansına bərabərdir? Bütün bəndlərə uyğun şəkildə çəkməliyik ki, görək hansına bərabərdir. Təxmini burada göstərməyə çalışaq. Bu olsun birincisi A çoxluğu, ikincisi B və C çoxluğu. Bunların hər ikisindən kəsilir. Adətən bu üç çoxluğu bu şəkildə göstərilir. A'dan çıxmalıyıq həm B-ni, həm də C-ni. Çıxılan hissəni fərqli rənglə göstərək. Bu çıxılan hissədir. B də çıxılmalıdır.
S də çıxılmalıdır. Bizdə qalmalıdır geri qalan hissə, yəni bu hissəni biz tapmalıyıq. Bəndlərdən bir yoxlayacaq görə hansı çoxluqdakı hissəyə və bu qırmızı rənglənmiş hissəyə göstərir, uyğun gəlir. A bəndinə baxaq. Deməli, A çoxluğu, B çoxluğu və C çoxluğu olsun. A və B çoxluğu birləşir. Deməli, qırmızı ilə onu göstərirəm. A və B çoxluğu birləşir. Çıxılan hissəni qara ilə, tünd rənglə çıxarıq. Çıxılmalıdır. A birləşmə C çoxluğu. Bu hissə çıxılanda geri qalan çoxluq, yəni bu qırmızı hissə yuxarıdakına uyğun gəlmir. Deməli, cavab A bəndi deyil. B bəndinə baxaq. Yenə 3 dənə çoxluğu göstərməliyik. Çəkməliyik bura ki, həmin hissəni görə bilək. Olsun yenə A, B və C çoxluğu. A kəsmə B çoxluğundan, bu hissədən hansısa çoxluğu çıxmalıyıq. Burada heç bir halda bura cavab alınmayacaq. Ona görə ardını yazmaya ehtiyac yoxdur. B bəndi cavab deyil. C bəndinə baxaq. Bu olsun A çoxluğu, B çoxluğu və C çoxluğu. Bu C bəndidir. Çoxluqları adlandıraq. A, B, C çoxluğu. A'dan B çoxluğunu çıxmalıyıq. Onda qalır bizdə bu qırmızı hissə. B-yə çıxmışıq, qaldı bu hissə. Və birləşməlidir. A'dan çıxılmış C. A'dan C-yə çıxır və birləşməlidir. A'dan C-yə çıxanda onu da tünd rənglə göstərək, sonra birləşməsə baxarıq. A'dan C-yə çıxanda qalır bu hissə. Birləşmədə artıq, deməli, bu və bu hissələr artıqdır. Ona görə də C bəndi verilmiş çoxluğa uyğun gəlmir. Cavabdan C-ni silməliyik. D bəndinə baxaq sağ tərəfdə. Demək, yenə 3 dənə A, B, C çoxluğu çəkməliyik. Olsun A, B, C çoxluqları. A, B və aşağıdakı C çoxluğu. A'dan B çoxluğun çıxanda qalan hissə qırmızı göstərilən hissədir. Bu kəsişməlidir. A çıxılsın C ilə. A çıxılsın C isə bu çoxluğu göstərir. Bunların kəsişməsi deməli hər iki rəngdən hissə olur bizim şərtdə verilən çoxluq. Onu fərqli rənglə göstərək. Olsun ta ki sarı ilə göstərsək. Bu çoxluq hər ikisi də olan çoxluqdur. Yəni D bəndi verilən çoxluğa uyğun gəlir. Cavab olur D. Qırmızı ilə göstərək bunu. E bəndi A birləşmə. Onu da göstərək ki, cavab E deyil. Deməli, E bəndində A, B və C çoxluğu. A birləşir, B kəsməsi. Bu çoxluq B kəsməsi A ilə birləşir. Onda bütün bu A da olur və digər hissə bu da verilənə uyğun gəlmir. Cavab E deyildir. Cavab D olduğunu tapmışıq. Doğru cavab D bəndi. AB paraleldir CD, paraleldir YF. Şəkildə bunu görürük. Bucaq AOC bölünsün COY bərabərdir 4/5. Onu sonra qeyd edilərək həldə. OAB 106 dərəcə şəkildə verilib. OCD 130 dərəcə şəkildə verilib olarsa, şəkildə əsasən OYF-i tapın. Yəni, buranı tapmalı, bu da olsun X. Bu OC xəttini tam uzatacaq yuxarıya qədər kəsəcək şəkildə. Onda 130 dərəcəni bura köçürə bilərik. Uyğun bucaqlardır. Və buradakı bu bucaq bizdə olacaq 130 dərəcə çıxılsın 106 dərəcə. 3 bucağın xarici daxil bucaqlarına görə yaza bilərik onu. Başqa üsullar yazmaqla bu daha uyğun üsuldur. Rahatdır. 106 alınır 24 dərəcə. Şərtdə deyir ki, bu bucaq bu tərəf 4K-dır. Bu bucaq. Bu isə 5K-dır. Onda bizdə belə bir şey alınır. 4K bərabərdir 24. K bərabərdir 6 dərəcə. Onda 5K da bərabərdir 5 vur 6 30 dərəcə. Yəni bu hissə oldu 30 dərəcə. Fərqli rənglə göstərək. O yenə eyni şəkildə uzatsaq, bu X bucağı keçir bura. Onda bizdə 3 bucağın xarici bucağı X bərabərdir 30, üstə gəlsin 130 dərəcə olacaq. Bir xarici bucaq ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni O, C, D3 bucağında X bucağı xarici bucaq digər ikisinin cəminə bərabərdir. Burada onun X bərabərdir 160 dərəcə. Cavab D bəndi 160 dərəcə. N-in neçə natural qiymətində n kvadratı üstə gəl 243 bölü n ifadəsinin qiyməti natural ədəddir. Verilmiş ifadəni sadələşdirək, yəni parçalayaq. N kvadratı bölü n üstə gəl 243 bölü n kimi bunu yaza bilərik. Buradan birinci tərəfdən n-ə ixtisar gedir. N üstə gəlsin 243 bölünsün n qalır. Bu n onsuz da naturaldır. Natural. Bizdə qalır ikinci kəsr natural olsun ki, cəmdə natural olsun. Yəni ikinci kəsrin natural olması üçün
N 243-ün böləni olmalıdır. Burada onsuz da natural böləndən soruşur. N'in natural qiyməti və natural ədəd. Yəni 243-ün bölənlərin sayını tapsaq, sualın cavab tapmış olur. 243-ü də biz bilirik ki, 3/5 şəklində yazmaq olar. 3-ün 5-ci qüvvəti 243-ə bərabərdir. Natural bölənlərin sayını da üstdən 1 varid artırıb vururduq. Burada isə vurmaq üçün heç nə yoxdur. Yəni deyək ki, bu 1-dir. Birbaşa cavab 6 olur. Cavab A bəndi 6. Verilmiş ifadənin qiymətini hesablamalıyıq. Burada bir dənə -6-nın kvadratı diqqətli olmalıyıq. Burada bu -6-nın kvadratı -6 vur 6 deməkdir. Yəni -6 mötərizənin kvadratı deyil. Yəni buradakı o deyil. Kvadrat mənfiyə aid deyil. Ona görə birinci ifadə olur -36, üstə çıxılsın 12, çünki biri üstə gəlir, biri çıxmadı. Burada isə 2 dənə mənfi var, bunlar da müsbət olacaq bir-birinə vurulduğundan. Üstə gəlinsin 6, o da bərabərdir -48, üstə gəl 6 bərabərdir -42. Cavab B bəndi -42. Ədədi 60% azaltdıqda A-nın ədədini 2 dəfə artırmaq lazımdır ki, əvvəlki ədəd alınsın. Ədəd olsun bizdə A. Bunu 60% azaldığında bunun 60%-ini çıxırıq buradan. Çıxılsın, A vurulsun %60. Sadələşdirsək, A çıxılsın 0,6A və ya 0,4A alınır. 0,4A-nı neçəsə dəfə artırmalı, yəni x-a vurmalıyıq, bərabər olmalıdır A-ya. Buradan alınır x bərabərdir A bölünsün 0,4A. A-lar x-a gedir, 1 bölünsün 10/4 və ya 4/10. İxtisar yaparsa alaraq x bərabərdir 2,5. Cavab E bəndi 2,5. Uyğun tərəfləri perpendikulyar olan müxtəlif növlü bucaqlardan biri 96 dərəcə olursa, digərini tapın. Burada iki hal var. Bunlar ya eyni növlüdür, ya da müxtəlif. Burada müxtəlif deyil. Eyni olanda hər ikisi 96 dərəcə olur. Yəni hər ikisi iti bucaq olur. Burada kör bucaqdır. Eyni növlü. Bizdə bunu demir. Müxtəlif növlü olmalıdır. Biri 96 kördürsə, digəri olmalıdır iti bucaq. Yəni 180 çıxılsın 96 dərəcə və ya 84 dərəcə. 96 və 84 biri kör, biri iti bucaq olduğuna görə müxtəlif növlü olur. Cavab B bəndi 84 dərəcə. Əkob A kvadratı B kvadratı bərabərdir 144. Əbob A kvadratı B kvadratı bərabər 9 olarsa, A və B ədədlərinin ortaq olmayan sadə buradan hasilini tapın. Əkob əbobu böləndə C-ni verir, amma burada kvadratlarındandır. Onun C kvadrat olduğunu, ki o C kvadratına bərabərdir, olduğunu göstərmək lazımdır. Ona görə biz belə yazaq. A bərabər, ümumi halda yazaq. A bərabərdir, tutaq ki, n vur n olsun. B bərabərdir, n vurulsun k. Bu ədədlərin ortaq olmayanların hasili n vurulsun k-dır. Amma əkobunu tapmalı olsaq, əkob AB-də. Əkob AB-də verir bizə bu halda mn k. Əbob da m olduğu orada görünür. Amma şərtdə əkob və əbob kvadratlarla verilib. Yəni biz A kvadratını yazmalıyıq onda m kvadratı n kvadratı, B kvadratı bərabərdir m kvadratı və k kvadratı. Onda əkob bu kvadratlar üçün yazsaq, A kvadratı və B kvadratı bərabər olacaq m kvadratı, n kvadratı və k kvadratı. Əbob da yazaq eyni qaydayla. Əbob A kvadratı və B kvadratı. Ümumi halda belə yazırıq ki, burada ortaq olmayanlar, vuruqlar da, əbob da, əkob da hamısı daha doğru görsənir də, belə deyək. Deməli, kvadratlar yazanda alınır, əbob üçün yazırıq m kvadratı. Bu yazdıqlarımız isə bunlara aiddir. İndi bunların nisbətini tapsaq və ya buradan birbaşa yazaq. 144-ə bərabərdir yuxarıdakı, aşağıdakı da bərabərdir 9-a. M3 yaza bilər və yaxud da ki, yuxarıdan aşağı bölsək bunu, tərəf-tərəfə bölsək. M kvadratı, n kvadratı və k kvadratı bölünsün. M kvadratı bərabərdir 144 bölünsün 9. Sol tərəfdən ixtisar aparırıq, qalır n kvadratı vurulsun k kvadratı, sağ tərəfdə isə alınır 16. Deməli, n vur k bərabərdir 4-ə. Bizdən soruşur C-ni, ortaq olmayan sadə vuruqların hasilini. Yəni, C-ni, n vur k-nı soruşur. Onu tapmışıq, cavab 4-dür. Birbaşa buradakı şərtdəki əkob bu kvadratdan olan əbobu bölsəydik, alınacaqdır 16 və onun kök tapsaq 4 alınır. Amma biz onu burada ümumi halda yazıb göstərdik ki, həqiqətən 4-ə bərabərdir. Cavab E bəndi 4. Şərtdə verilənlərə görə A, B və C-nin işarələrini tapmalıyıq ardıcılıqla. Yəni birinci A-nı, sonra B-ni və C-ni.
o şəkildə yazılmalıdır. Birinci şərtə baxaq. A vurulsun B kvadratı kiçikdir 0. Deməli, B kvadratı B müsbət də olsa, mənfi də olsa, kvadrat olduğuna görə cütdür, müsbətdir. Və bunların hasili olmalıdır kiçikdir 0, mənfi. Onda bizdəki A mənfi olmalıdır ki, müxtəlif işarələrin hasili mənfi olur. Tapırıq ki, A mənfidir. Bəndlərdən A müsbət olanları silək. İkinci hasilə baxaq. A kvadratı vurulsun C kiçikdir 0. Burada eyni məntiqdir. A kvadratı istənilən halda müsbətdir. A mənfi də olsa, müsbət də olsa və hasil də bizdə mənfi alınmalıdır. Çünki kiçikdir 0 yazır. Deməli, C olmalıdır mənfi. Müxtəlif işarəli ədədlərin hasili mənfi olur. C-ni mənfi seçməliyik. Digər buradakı B bəndə silirik. Qalır üçüncüdən də B-ni tapmaq. B vurulsun C kvadratı böyükdür 0. Yenə C kvadratı müsbətdir. Böyükdür 0 hasil müsbət olmalıdır. Onda B-də müsbət olmalıdır ki, 2 müsbətin hasili müsbət alınsın. Doğru cavab C bəndi. Deməli, A oldu bizdə mənfi, B oldu müsbət, C isə mənfi. Uyğun ardıcılıqla tapmalıyıq. Cavab C bəndi. A, B-nin B-də C-nin az çoxluğu olarsa, A kəsmə B, kəsmə C çoxluğu aşağıdakilərdən hansına bərabərdir? Bunu birbaşa yazmaq da olar. Biz diaqramda çəkinə baxaq, daha yaxşı təsəvvür edə bilək. Deməli, bu ən böyük olsun bizdə C çoxluğu. Bunun daxilində yerləşir bunun az çoxluğu olan B çoxluğu. Onun da daxilində yerləşəcək şərtə görə A çoxluğu. O da olsun daha kiçik halda A çoxluğu. Deməli, ən çöldə olan böyüyü C-dir, onun daxilində yerləşən B-dir, ən kiçik isə A-dır. A kəsmə B çoxluğu, yəni hər ikisinə daxil elementlər deməkdir. Bizim şərtə görə bu A çoxluğu olmalıdır. İşləklənmiş, rənglənmişsə deyək. Və bu çoxluq da C ilə kəsməlidir. Burada hər iki halda kəsməni soruşur. C ilə kəsmə yenə bu, biz elbə ki bunu tapmalıyıq. A kəsişmə C. Bu da A-ya bərabərdir. Cavab A bəndidir. Biz digər bəndlərin doğru olmadığına baxaq. B bəndi B çoxluğu deyil, C çoxluğu deyil. B çıx A çoxluğu bu halqadır. Bu halqadır, o da cavab deyil. C çıx B çoxluğu çöldəki halqadır, o da cavab deyil. Doğru cavab A bəndi. A çoxluğu bu üç çoxluğun kəsməsinə bərabərdir. 7/3 nisbətində olan qonşu bucaqların kiçiyini tapın. Qonşu bucaqların cəmi 180 dərəcədir. 7/3 nisbətində 7K və 3K yaza bilərik. Bunların cəmi bərabərdir 180 dərəcəyə. Alınır 10K bərabərdir 180 dərəcə. K bərabərdir 18 dərəcə. Biz tapmalıyıq bucaqların kiçiyini. Kiçiyi isə 3K-dır. 3 vurulsun 18 dərəcə bərabərdir 54 dərəcə. Alınır cavab E bəndi 54 dərəcə. Cədvələ əsasən x plus y cəmini tapın. Deməli, A ədədin əksi mənfi 5-dirsə, A müsbət 5-dir. Onda 5-in tərsi də olacaq 5-də 1. X bərabərdir 5-də 1. B ədədin tərsi 2-dirsə, onda B özü 2-də 1-dir. 2-də 1 əksi olur, mənfi 2-də 1. Cədvələ yazdıq. İndi yerinə qoyaq. X üstəgəl y cəmini istəyir bizdən. 5-də 1 üstə gəlinsin mənfi 2-də 1 və ya 5-də 1 çıxılsın 2-də 1. Orta məxrəc 10-dur. 10-da 2 çıxılsın 5 bərabərdir 10-da mənfi 3. Mənfi 10-da 3 E bəndi. A, B və C kəsirlərini müqayisə edin. Bu kəsirləri adi kəsirlərə çevirsək, müqayisə etmək bir xeyli mürəkkəb olacaq. Çünki məxrəcləri fərqlidir, sürətləri də çox fərqli olacaq. Amma dövrü açıb biraz daha onluq işarələri daha çox yazsaq, müqayisə rahat olacaq. A bərabərdir 1,87 dövr edir. Onluq hissəni yazırıq dövr. Bir neçəsini yazsaq kifayətdir. B-də isə 1,8 və 7 dövr edir. 8-dən sonra qalan hər biri 7-dir. C-də 1,8, ondan sonra 87 dövr edir. Biz rəqəmlər ardıcına görə müqayisə edə bilərik. Bunu fərqli rənglə baxaq. Deməli, bu ədədlərin tam hissələri eynidir. Buna görə müqayisə edə bilmərik. 10-da 1-lər də eynidir. 100-də 1-lərə keçəndə artıq C-nin ən böyük olduğunu görürük. Sonra keçir növbəti A ilə B-yə. C-yə baxmaya ehtiyac yoxdur hal-hazırda. A ilə B növbəti hissədə görürük ki, A B-dən böyükdür. Onda yazırıq bura A-nı, ən kiçik isə B-dir. Deməli, B kiçikdir, A kiçikdir C. Doğru cavab C bəndi. 126 ədədindən kiçik və 126 ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapın. Birinci 126-nı vuruqlara ayırırıq. Birbaşa düsturda yerinə qoyub hesablayacaq bunu. A-nır 63, 3-ə bölünür 21, 3-ə bölünür 7, 7, 7-yə 1.
Yazaq onda 126 bərabərdir. 126 vurulsun, 1 çıxılsın 2-də 1, vurulsun 1 çıxılsın 3-də 1, vurulsun 1 çıxılsın 7-də 1. İxtisar yapma rahat olsun. 126'nın vuruqlarını buraya yazaq. 2 vur, 3 vur, 3 vur, 7. Sonra 2-də 1, 3-də 2 və 7-də 6. Məxrəcdəki 2, 3, 7. Buradakıdan ixtisar gedir. Geri qalır bizdə 1 dənə 3, 2 və 6. 6 vur 6, 36. Cavab C bəndi 36. Düz xətt üzərində A, B, C və D nöqtələri ardıcıl qeyd olunmuşdur. AC bərabərdir BD və AD bərabərdir 40 cm olarsa, yox, və BC bərabər 6 cm olarsa, AC-nin uzunluğunu tapın. Qeyd edilək, təxmini çalışaq ki, uyğun görəsin, nisbətlər heç olmasa qorunsun. Burada olsun C, burada olsun B. Deməli, BC 6-dır. AC də BD-yə bərabərdir. Onda biz bu hər iki tərəfə B-yə və CD-yə K yazaq ki, bərabərli olsun. Çünki hər ikisi K üstəgəl 6 olur. Ümumi uzunluğu bunun 40 cm isə biz yaza bilərik K üstəgəl 6 üstəgəl K bərabərdir 40. 2K bərabərdir 34. K bərabərdir 17. K 17 cm. Biz tapmalıyıq AC-ni. AC də bərabərdir K üstəgəlsin 6. Bərabərdir 17 üstəgəlsin 6. 23 cm. Cavab C bəndi 23 cm. Duz və sudan ibarət olan məhluldakı suyun kütləsinin 25% duzun kütləsinə bərabərdir. Su və duz. Bu məhlulun 2% sudur. Su yazaq biz X. Duz isə bunun 25%dir. X vurulsun 25 bölünsün 100. O da bərabərdir. X bölünsün 4. Məhlulun ümumi miqdarı isə X üstə gəlsin X bölü 4'dür. Yəni 5X bölünsün 4. Məhlulun 2% sudur soruşur. Deməli biz sunu bölməliyik ümumi məhlulun miqdarına. Vurmalıyıq 100%. Burada ixtisar gedir. Qalır 5'də 4 vurulsun 100%. O da bərabərdir 80%. Cavab A bəndi 80. 3 ədəddən biri 60'dır və digər ikisi qarşılıqlı əksdir. Bu 3 ədədin ədəd ortasını tapın. Birinci yazaq 60, ikinci olsun A, üçüncü isə mənfi A. Çünki bunlar qarşılıqlı əksdir. Neçə olduğunu biz bilmirik. 3 ədədin cəmini bölməliyik bunların sayına. Ədəd orta ədədlərin cəminin sayına nisbətidir. Bölünsün 3 bərabərdir. Əks isə bunların cəmi olacaq 0. Bölünsün 3. O da bərabərdir 20. Cavab D bəndi 20. A və B məntəqələr arasındakı məsafəni birinci velosipedçi 15 saata, ikinci velosipedçi isə 10 saata gedir. Bu velosipedçilər A və B məntəqələrindən eyni zamanda qarşı-qarşıya yola düşdülər. Velosipedçilər 2 saatdan sonra görüşəcəklər. Deməli, birincisi 15 saata gedirsə, 1 saata yolun 15'də 1'in gedəcək. Hər saat 15'də 1'in, 15 saata yol tam gedir. İkincisi isə 1 saata 10'da 1'in gedir. Çünki 10 saat yolun hamısını gedir. Bunlar qarşı-qarşıya gəlirsə sürətləri toplanmalıdır. Yəni bunlar 1 saata getdikləri yol bu 15'də 1 ilə 10'da 1'in cəminə bərabərdir. O da bərabərdir 30'da deməli çarpaz vursaq, daha doğrusu 30-15'ə böləndə 2, 10'a böləndə 3, 30'da 5. 1 saat 30'da 5'in gedirlər. Bu da bərabərdir. İxtisar yaparsa 6'da 1'ini. 1 saata 6'da 1'in gedirsə bunlar 6 saat sonra görüşəcəklər. Çünki yolun hamısını getmiş olacaqlar. Cavab olur 6 D bəndi. Bunu birbaşa bəzən belə yazmaq olur. 15 vur 10 bölünsün 15 üstəgəl 10. Və ya buradan da 6 alınır. Və ya belə də yaza bilərik. 1 bölü x bərabərdir 1 bölünsün 15 üstəgəl 1 bölünsün 10. Amma biz burada daha ümumi halda həll elədik ki, 1 saata getdiyi yol tapdıq ikisini bir yerdən. Və oradan bir tapdıq ki, cavab, yəni görüşmək üçün 6 saat vaxt lazımdır. Cavab D bəndi 6. Şəkildə kəskin iki düz xətt verilmişdir. Şəkillər əsasən bu düz xəttlər arasında iti bucağı tapın. Deməli, qarşıda bucaqlar qeyd olunub və bucaqlar bərabər olmalıdır bir-birinə. Bunu yazaq və x-i tapaq birinci. 2x bərabərdir 32 dərəcə, x bərabərdir 16 dərəcə. İndi bu 3x olan hissəni və x üstəgəl 32-ni tapaq. Onsa bunlar bərabərdir bir-birinə. 3 vur 16 dərəcə bərabərdir 48 dərəcə oldu. Bura 48 dərəcədir. Digər tərəfini tapmaya ehtiyac yox. Çünki bizdə iti bucağı soruşur. Cavab C bəndi 48 dərəcə. 3, 4, 6K 4 rəqəmli ədədi 3-ə qalxısız bölündür. K-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Bu 3-ə bölünürsə rəqəmlər cəmi 3-ə bölünməlidir. Yazaq. Rəqəmlərin cəmi üstə gəlsin K.
O da rəqəmdir. Alınır burada 13 üstə gəlsin k. Bu cəm 3-ə bölünməlidir və k rəqəmdir. Deməli, k bərabərdir. Burada ola bilər 2, 15 olsun, 5 və 8. Bu üç dənəsin cəmini tapmadır. 2 üstə gəl 5, üstə gəl 8 bərabərdir 15. Cavab 15. Ədəd oxunda koordinat başlanğıcı ilə A12 nöqtəsindən eyni məsafədə yerləşən nöqtənin koordinat tapın. Təxmini qeyd edək, bu olsun koordinat başlanğıcı tutaq ki 0, O nöqtəsi. Burada da A nöqtəsi var. Bunun da koordinatı 12-dir. Eyni məsafədə yerləşirsə, bunlar ortası yerləşməlidir. Olsun tutaq ki B nöqtəsi koordinatı x. Ortası yerləşirsə, birbaşa biz 12-ni bölməliyik 2-yə, cavab olur 6. Bunu məsafə ilə yazmaq olar. Məsələn, x çıxılsın 0 bərabərdir 12 çıx x kimi məsafələr eyni olmalıdır burada. O'dan B-yə və B-dən A-ya. Yəni, eyni şey alınır. 2x bərabərdir 12, x bərabərdir 6. Yəni, burada nöqtənin biri 0 olduğuna görə birbaşa belə yaza bilərdik. Cavab oldu 6. NA bərabərdir 12 və NB bərabərdir 16 olarsa, NA birləşmə B üstə gəl, NB kəsişmə A cəmini tapın. Burada sağdakı soruşdan cəm 12 və 16-nın cəminə bərabərdir. Amma biz bunu düsturla yazaq. İki sonlu çoxluğun birləşməsinin elementləri sayı düsturunu yazaq. A-ya və B-yə görə. Birləşməsi bərabərdir. NA üstə gəl NB çıxılsın NA kəsişmə B. NA kəsişmə B ilə B kəsişmə A eyni şeydir. Deməli, NA bizdə var 12, NB 16-dır və bu NA kəsişmə B ilə sol tərəfə keçiririk. Onda alınır NA birləşmə B üstə gəl NA kəsişmə B, yəni bizdən soruşulan cəm bərabərdir 16, daha doğrusu 12 üstə gəlsin 16-ya. O da bərabərdir 28. Cavab 28. Kvadratın iki qarşı tərəfi 50% azaldılaraq düzbucaqda alınmışdır. Alınan düzbucağının perimetri kvadratın perimetri neçə faizidir? Demək, kvadratın tərəfi olsun A, onda bunun perimetri olacaq 4A. Yeni düzbucaqlı alınanda bunun tərəfinin biri A olur, biri 0,5A. Birbaşa yaza bilər, çünki 50% azaldılıb. Digər tərəfi yenə A qalır, dördüncü tərəfi 0,5A. Onda bunun perimetri olacaq, bunların cəmi. Bunların cəmi də verir bizə 3A. Deməli, 4A 100%dir, 3A isə x faiz. Çarpaz vursaq 4A vur x bərabərdir, faizlər yazmadım, ehtiyac yoxdur. 3A vurulsun 100. A'ları bölürük, 100-ü 4-ə böləndə 25 qalır. X bərabərdir 3 vur 25. X bərabərdir 75. Yəni cavab 75%. İki paralel düz xəttin kəsən əmələ gətirdiyi bucaqlar üçün uyğunluğu müəyyən edin. Daxili bir tərəfli verilib burada. Daxili bir tərəfində cəmi 180 dərəcə olur. Bir tərəfdə də cəmi 180 dərəcədir. Hamısında istər xaric, istər daxildə. Çarpaz bucaqlar bir-birinə bərabər olur. Uyğun bucaqlar bir-birinə bərabər olur. Deməli, birincisində 1-də alfa üstə gəlsin beta 180 dərəcə olmalıdır. Alfa 140 olanda beta bərabərdir 40 dərəcə olur. 1-ə uyğun gəlir deməli bizdə A. Xaric çarpaz bucaqlar bərabərdir. İstər daxil, istər xariclər bir-birinə bərabərdirlər. Yəni, daxili çarpazlar 2 daxil çarpaz bir-birinə bərabər, 2 xaric çarpaz bir-birinə bərabərdir. 70 isə alfa, onda beta 70 dərəcə olacaq. 2-yə düşürsə, uyğun bucaqlar da həmçinin bərabərdirlər bir-birinə. Uyğun bucaqda daxili xarici olmur. Alfa 110 isə beta 110 dərəcə olmalıdır. Olur D bəndi. Cavab deməli 1A, 2C, 3D. 20 kiloqramlıq duzlu su məhluluna 5 kiloqram duz qarışdırılır. Alınan məhlulun duzluluq faizi 30% olarsa, əvvəlcə məhlulun duzluluq faizi nə qədər idi? Deməli, 20 kiloqram məhlulun üzərinə gəlinir 5 kiloqram duz, alınır 25 kiloqram məhlul. Bu məhlulun ümumi həcmidir, miqdarı. Bu 25 kiloqramın 30% duzdur. Onu tapaq, 25 vurulsun 30, bölünsün 100. Sıfırlar ixtisar geçsə, alınır 75 bölünsün 10, o da bərabərdir 7,5 kiloqram duz. Alınan məhlulda 7,5 kiloqram duz var. Bunun 5 kiloqramı sonra əlavə olunub. Demək, çıxmalıyıq onu ki, əvvəl nə qədər tapaq? 7,5 çıx 5 bərabərdir. Əvvəl 2,5 imiş. Bu duzdur. 2,5 kiloqram duz var idi əvvəl. Və məhlul əvvəl 20 kiloqramlıq idi. Biz tapmalıyıq ki, 2,5 20 neçə faizdir? 2,5 bölünsün 20 vurulsun 100. Sıfırın biri ixtisar geçsə, qalacaq 25
bölünsün 2. Burada faiz də var. Yəni 12,5%. Cavab 12,5%. AB bərabərdir 2BC, o da bərabərdir 3CD olarsa, şəkilə əsasən x üstə y cəmini tapın. Şəkilə görə tapmalıyıq. AB məsafəsi bərabərdir bizdə x çıxılsın -5-ə. Bu bərabərdir 2 vurulsun BC, 1 çıxılsın x-ə. O da bərabərdir 3 vurulsun CD, y çıxılsın 1. Birinci bərabərliyi həll edək. Yəni iki ifadənin bərabərliyin x-i tapaq. X üstə gəlsin 5 bərabərdir 2 çıxılsın 2x alınır buradan. Keçəcək sol tərəfə x üstə gəl 2x bərabərdir 2 çıxılsın 5. 3x bərabərdir -3. X bərabərdir -1. Bu qalsın. Bu -1-i burada yazaq yerinə və sağ tərəfə həll edək. 2 vurulsun 1 çıx -1 bərabərdir 3 vurulsun y çıx 1. Sadələşdirək. 2 vurulsun 2 bərabərdir 3y çıxılsın 3. 3'ü sol tərəfə keçirsək 4 üstə gəl 3 bərabərdir 3y. 3y bərabərdir 7. Y bərabərdir 7/3 və ya 2/3'də 1. Y ilə x-in cəmini tapmalıyıq. -1 üstə gəl 2/3'də 1 bərabərdir 1/3'də 1 və ya 3/4. Cavab 1/3'də 1. İspat edin ki, verilmiş ifadənin qiyməti 4K bölünsün 3/19'a bərabərdir. Verilmiş ifadənin hər bir kəsim məxrəcindəki vuruqlara görə biz belə bir şey yazaq, sonra əlaqələndirək ondan. 3/1 çıxılsın 7/1 olsa, bu orta məxrəcə gətirində olur 3 vur 7, yuxarıda isə 7 çıx 3, 3 vur 7-də 4. Amma bizdə yuxarıda K-dır surətdə. Amma olmalıdır 3 və 7-nin fərqi 4 olmalıdır. Ona görə biz o ifadənin yuxarısını 4 olacaq şəkildə yazırıq. Deməli, verilmiş ifadəni köçürək bura. K bölünsün 3 vur 7 üstə gəl. K bölünsün 7 vur 11 üstə gəl. K bölünsün 11 vur 15 üstə gəl. K bölünsün 15 vur 19. Amma bizdə ifadə gərək belə ola. 4 bölünsün 3 vur 7 üstə gəl 4 bölünsün 7 vur 11 və hər biri 4 ilə də 4 bölünsün 11 vur 15 və 4 bölünsün 15 vur 19. Amma verilən ifadə K-dır. Ona görə biz bu ifadəni, ikinci mötərizə daxilindəki ifadəni vursaq 4'də K-ya, soldakına bərabər ifadə alınacaq. Yəni soldakı və sağdakı hal-hazırda bir-birinə bərabərdir. Çünki 4'də ixtisar getsə, K-da hər bir kəsə vurulacaq, ancaq soldakı ifadə. Sağdakı ifadəni sadələşdirə bilərik bu şəkildə. K bölü 4 qalır. Mötərizə daxilində kəsilən hər birini bu yuxarıdakı ifadənin sanki tərsini yazırıq. Yazmalıyıq 3/1 çıxılsın 7/1. Üstə gəl 7/1 çıxılsın 11/1. Yəni burada da orta məxrəcə gətirəndə həmin bu kəsir alınır. Üçüncüdə yaza bilərik 11/1 çıxılsın 15/1. Üstə gəl 15/1 çıxılsın 19/1. Bu çıxılsın düzəldək buradan. Deməli, mötərizə daxilindəki ifadələrdən 2-2 bunlar istah olur. Onu fərqli qələmlə göstərək. Deməli, 7/1'lər bir-birini aparır, 11/1'lər də aparır, 15/1'lər də aparır. Qalır bir dənə birinci və sonuncu K bölü 4 vurulsun 3/1 çıxılsın 19/1. 3/1 və 19/1'i orta məxrəcə gətirək. Bərabərdir. Deməli, sol isə qalsın. K bölü 4 vurulsun. Olacaq. Deməli, orta məxrəc 3 vur 19. Yuxarıda isə 19 çıxılsın 3. 19 çıx 3. 16'ya bərabərdir. K bölü 4 vurulsun. 16 bölünsün 3 vur 19. 16'dan 4 ixtisar getsə, yuxarıda bir dənə 4 qalır. Onu da əvvəldəki kimi yazırıq. Verilən yuxarıdakı ispat olunmalı ifadə kimi 4K bölünsün 3 vur 19. İspat elədik ki, verilən ifadənin qiyməti 4K bölünsün 3 vur 19'a bərabərdir. Misalın isbatda istifadə edilmiş ən vacib hissə bu aşağıdakı 3 və 7'nin fərqinin və ya 7-11 fərqi yoxdur hamısında. O fərqin 4 olmasıdır və onda biz mötərizə xaricine çıxartdıq 4/1 kimi. İmtahanın təşkili üçün bir sinif otağında
Eyni sinfin şagirdləri və bütün otaqlarda bərabər sayda şagirdlər olmaqla ən az 2 sinif otağı lazımdır. Deməli, sinif otaqlarının sayı az olması üçün hər sinifdə şagirdlərin sayı çox olmalıdır. Məsələn, mətndə verilib ki, 5-ci sinifdə 506 şagird var, 6-cı sinifdə isə 220 şagird. Bunların hər ikisinin bölündüyü ən böyük ədəd tapmalıyıq, yəni əbob tapmalıyıq. 506-nı vuruqlara ayıraq. 506 2-yə bölünür, alınır 253. 253 2-yə bölünmür, 3-ə bölünmür, 7-yə bölünmür, 11-ə bölünür. 11-ə bölsə alınır 23, 23, 23-ə 1. 220 bölünür 2-yə, cütdür, sıfırla qutarır. Bir də 5-ə bölək ki, arxadakı sıfır silək, qalsın burada 22. 22 2-yə 11, 11 də 11-ə 1. Deməli, əbob tapmalıyıq. Əbob 506 və 220 bərabərdir. Burada baxsaq görək, ortaq 2 var, bir də 11 var. 2 vur 11, yəni 22 nəfər. Hər sinifdə 22 şagird olmalıdır. Deməli, 506 nəfər 5-ci sinifi bölürük 22-yə. Üstə gəlinsin, 220 bölünsün, yenə də 22 nəfər bərabərdir. 506-nın 22-yə bölündə 23 alınır. Burada görünür sol tərəfdən. 23, üstə gəlsə digəndə alınır 10. Cavab olur 33 nəfər. Daha doğrusu 33 sinif. Siniflərin sayını soruşur, 33 sinif lazımdır. 5-ci sinifə qəbul olan 75 şagirdin 64%-i şahmat və ya dama oyunlarına hazırlıq dərnəyinin ən az birinə yazılır. 75-in 64%-ni tapaq. 75 vurulsun 64 bölünsün 100. 75 ilə 100 ixtisar gedir 25-ə. 3 vur 64 bölünsün 100. O da bərabərdir. Buradan yazaq. Sağ tərəfdə diaqram çəkməliyik. 100 yox, 4-dür bu. 25-ə böldük. Aşağıda qaldı 4. 64 4-ə bölünsə 16 qalır. 3 vur 16 bərabərdir 48. 26 nəfər şahmat dərnəyi yazdıq. Onun üçün diaqramı çəkək. Sonra oradakı elementlərin sayını diaqramın daxilinə yazarıq. Bu da oldu. Birinci oldu şahmat dərnəyi, ikinci oldu dama D ilə yazırıq. Və bunların bütöv, hər ikisi olanların sayı isə 48 nəfərdir. 26 nəfər şahmat dərnəyindədir. Deməli, bu hissə 26 nəfərdir. 26. Onda yalnız dama yazılanların sayı 48 çıxılsın 26 olacaq. Yalnız dama bərabərdir 22 nəfər. Yazılan burada 22. Altına xətt çəkirəm ki, bu elementlərin sayını bilir. 22 ədədi deyil orada. Çoxlu elementi. Növbəti cümlədə deyir ki, hər iki dərnəyə yazılan şagirdlərin sayı isə, yəni bizim axtardığımız bu x-dir, çünki onu soruşur axırda. X isə bərabərdir. Yalnız damaya yazılanların sayından, yalnız damaya, yəni 22-dən 8 nəfər azdır. O da bərabərdir 14 nəfər. Yəni burada olmalıdır 14. Bizdən də onu soruşur. Cavab 14. İmtahanda 600-dən yuxarı bal toplayan şagirdlərin 18 nəfəri 6-cı sinifə, 24 nəfər isə 5-ci sinifə qəbul edilən şagirdlər arasındadır. 6-cı sinifə qəbul edilən şagirdlərin 40%-i 600-dən yuxarı bal toplayan şagirdlər olarsa, 2 sinifə qəbul edən bütün şagirdlər neçə faizi 600-dən yuxarı bal toplayan şagirdlər. Burada məlumatlar biraz çoxdur. Diqqətlə baxaq. 6-cı sinifə qəbul edilən şagirdlərin 40%-i 600-dən yuxarı toplayır. Bu 40%-i 18 nəfərdir. Yuxarıda deyil. 6-cı sinifdədir bunların 18 nəfər. Deməli 40%-i 18 olan ədəd tapmalıyıq. 18 vurulsun 100 bölünsün 40. İxtisar yaparsaq, deməli 0 ilə 0, 180 bölünsün 4 bərabərdir 45 nəfər. 45 nəfər 6-cı sinifə qəbul olunub. Bunlardan da 6-cı sinifdə 45 nəfər var. Bunlardan 18-i 600-dən yuxarı bal toplayır. 5-ci sinifdə isə 600-dən yuxarı bal toplayan şagirdlərin sayı 24 nəfərdir. Biz tapmalıyıq 5-ci sinifdə cəmi neçə şagird var. O şagirdlərin sayı da 29-cu sualda verilib. 75 nəfərdir. Şahmat və damadan baxmışdıq, hesablamışdıq. 75 nəfər də 5-ci sinifdə var. Məsələn, şərtdə soruşur ki, ən axırda 2 sinifə qəbul edən bütün şagirdlərin, yəni 145 və 75-in cəmi 100 neçə olur? 120. 120 nəfər şagirdin neçə faiz 600-dən yuxarı toplayır. Burada da 600-dən yuxarı toplayanların ümumi sayını görürük. 42. Yəni 42 120 neçə faizdir? Onun üçün biz 42-ni bölürük 120-yə və vururuq 100%. Sıfırları silsə alınır 420 bölünsün. Burada faiz var. 12%. 420-ni 12-yə birbaşa bölə bilmirəm. Ona görə də 2-yə bölürəm. Olur 200
10 bölünsün 6%. 216-ya bölündən 3, 35%. Deməli, hər iki sinifdəki şagirdlərin ümumilikdə sayının 35%-i 600 balı keçib. Cavab 35%.